2024-cü il dekabrın 25-də Rusiya səmasında Qrozny üzərində Azala məxsus təyyarənin qəzası ilə bağlı rəsmi Moskva Azərbaycana kompensasiya ödəyəcək. Bu barədə Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri birgə bəyanat yayıb. Bəyanatda bildirilir ki, Azərbaycan və Rusiya prezidentlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə əldə olunan anlaşmasına görə tərəflər qəza ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla digər məsələlərin həlli barədə razılığa gəliblər. Bununla da beynəlxalq hüquqa əsaslanan Azərbaycan siyasi iradə nümayiş etdirərək kompensasiya məsələsinin ədalətli və layiqli həllinə nail oldu. Şübhəsiz ki, hər iki ölkənin yaydığı bəyanat bir daha sübut edir ki, Azərbaycan prinsipial mövqeyindən geri çəkilmir və milli maraqlarını hər zaman qətiyyətlə qoruyacaq. Məsələnin həllində Prezident İlham Əliyevin güclü siyasi iradəsi, strateji baxışı və birbaşa nəzarət də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan liderinin faciənin ilk anlarından etibarən qətiyyətli, prinsipial və dəyişməz mövqe sərgiləməsi bir daha Azərbaycanın beynəlxalq kontekstdə ədaləti bərpa etdiyini göstərdi. Önəmli olan məsələ odur ki, burada Azərbaycan tərəfi özünün prinsipial mövqeyini nümayiş etdirmiş oldu və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev vaxtaşırı bu mövzu ətrafında fikir sərgiləyərkən o bu məsələ ilə bağlı kifayət qədər açıq şəkildə öz mesajlarını vermiş oldu və nəticə etibarilə yenə də qeyd etdiyim kimi Azərbaycan Respublikasının prezidentinin irəli sürdüyü tələblər bilavasitə beynəlxalq hüququn təməl prinsiplərinə cavab verirdi və nəticə etibarilə də biz artıq bu məsələlərin mərhələli şəkildə öz həllini tapdığını görürük ki, sərnişinlərə təzminatın ödənilməsi də məhz həmin öz həllini tapmış vacib məsələlərdən biridir. Şübhəsiz ki, bunlar hamısı bilavasitə Azərbaycanın siyasi rəhbərliyinin iradəsi və qətiyyətli mövqeyi nəticəsində öz həllini tapmış bir məsələ oldu və düşünürəm ki, digər bu insidentlə də bağlı məsələlər elə bu səpkidə də öz həllini tapacaqdır. Azərbaycan hökuməti qəza nəticəsində zərər çəkmiş şəxsləri və onların ailələrini daim diqqət mərkəzində saxlayıb. Təyyarə qəzasının səbəblərinin obyektiv şəkildə araşdırılması, ictimaiyyətə doğru məlumatın verilməsi, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi, zərər çəkənlərə ədalətli və adekvat kompensasiyanın ödənilməsi əsas şərtdir. Bu mexanizm yalnız hüquqi deyil, eyni zamanda insan amilinin və ədalət prinsipinin bərpa olunması deməkdir.